Wyoming ştatındakı Carbon County muzeyinə gələn ziyarətçilər çox vaxt bir vitrinin qarşısında dayanıb vitrində olan qəribə bir əşyaya baxırlar. Bir cüt ayaqqabı. İlk baxışdan adi görünür, keyfiyyətli tikilib, qalın dəridəndir. Amma bir detal var ki, öyrənəndə tükləriniz biz-biz olacaq. Bu dəri nə inəyə, nə də camışa məxsusdur. Bu ABŞ tarixinin ən bədnam quldurlarından biri olan Böyükburun ləqəbli George Parrot'un öz bədənindən soyulmuş dəridir. Necə oldu ki, bir insan ölümündən sonra geyimə əşyasına çevrildi? Bugün sizə vəhşi qərbin ən qanlı və ən qəribə hekayəsini danışacağım. George Parrot 19-cu əsrin sonlarında ABŞ-ın Wyoming ştatındakı ən məşhur quldurlardan biri idi. George'un burnu o qədər yekə və diqqət çəkən olub ki, Wyoming düzənliklərində onu tanımamaq qeyri-mümkün idi. Hətta o dövrün qəzetləri yazırdı ki, George cinayət əsnasında maska taxsa belə, burnu maskanın altından sanki mən buradayam deyə qışqırırdı. Bu fiziki xüsusiyyət onun həm lənəti, həm də imzası olmuşdu. Lakin bu böyük burunlu qulduru tarixə salan şey onun görünüşü yox, öldükdən sonra bədəninin başına gələn qeyri-insani təcrübələr oldu. 1878-ci ilin avqust gecəsi idi. George Parrot adi bir oğru yox, qatar soyğunları üzrə peşəkarlaşmış bir dəstənin rəhbəri idi. Onlar soyğunluq zamanı geridə şahid buraxmamaq üçün heç bir vəhşilikdən çəkinməzdilər. Həmin gecə, o avqust gecəsi George və dəstəsinin vəhşiliyi pik nöqtəyə çatdı. Dəstə Union Pacific qatarını soymaq üçün reysləri söktü və gecənin qaranlığına bürünüb qatarın gəlib reyslərdən çıxmasını gözlədilər. Plan mükəmməl görünürdü, lakin bir dəmir yolu işçisi sökülmüş reysləri vaxtında gördü, qatarı saxlayıb dərhal polislərə xəbər verdi. İki təcrübəli polis əməkdaşı Vincent və Robert quldurların izinə düşdülər. Onlar sığındağı yaxınlığında dəstənin düşərgəsini tapdılar və ehtiyatlı şəkildə onları axtarmağa başladılar. Lakin polislər bir şeydən xəbərsiz idi. George və adamları ağacların arxasında nəfəslərini kəsib polislərə tələ qurmuşdular. Polislər atlarından düşən kimi quldurlar heç bir xəbərdarlıq etmədən atəş açdılar. Vincent və Robert isə qaçmağa macal tapmadan gülləbaran edilib öldürüldü. Amma George bununla kifayətlənmədi. Dəstə üzvləri cəsədləri vəhşicəsinə qarət edib, silahlarını və atlarını götürüb, onları meşənin ortasında vəhşi heyvanların ixtiyarına buraxdılar. Polislərin cəsədləri günlərlə tapılmadı. Tapılanda isə tanınmaz halda iç orqanları kənara çıxmış, parçalanmış vəziyyətdə idi. George bu qətillərdən sonra heç bir peşmanlıq hissi çəkmədi. Qonşu ştatlara qaçıb orada yeni cinayətlər planladı. Bu hadisə bütün Wyoming xalqını ayağa qaldırmışdı. George artıq sadəcə bir oğru yox, dövlətin ölü və ya diri ələ keçirmək istədiyi bir nömrəli düşmən idi. George'un bu amansızlığı ona baha başa gələcəkdi, çünki sadəcə dövlət yox, Wyoming xalqı da bu iki polisin qanını yerdə qoymamağa and içmişdi. Sığındağı qətliamından sonra George izini itirmək üçün minlərlə kilometr yol qət etdi. Montana, Kanada və sonda Miles City'yə qədər qaçdı. 2 il ərzində kölgə kimi yaşadı. Adını dəyişdi, hər kəsdən gizləndi. Polislər onun öldüyünü və ya ölkəni tərk etdiyini düşünürdü. Lakin George'un ən böyük düşməni polis yox, öz dili və təkəbbürü idi. 1880-ci ilin soyuq bir gecəsində George Miles City'də yerli bir bara daxil oldu. İçki şüşələrini bir-bir boşaltdı. George sərxoşluğun təsirində öz ehtiyatını yavaş-yavaş əldən verirdi. Artıq özünü gizlətməkdən də yorulmuşdu. Barda hər kəsin içində yüksək səslə öyünməyə başladı. George başına qoyulan mükafatdan da, insanların intiqam hissindən də xəbərsiz idi. Bardakılara sığındağı puskusunda polisləri necə öldürdüklərini, qatarı necə qarət etməyə çalışdıqlarını ən xırda detallarına qədər danışdı. Yan masada oturanlardan biri hər kəlməyə qulaq asır, George'un o məşhur böyük burnunu təsvirlərlə uyğunlaşdırırdı. Həmin şəxs gizlicə barı tərk edib polisə xəbər verdi. Cəmi bir neçə saat sonra George hələ də içkinin təsiri altındaykən qollarında qandalları hiss etdi. George'un 2 illik qaçışı 1-2 stəkan içkinin ucbatından sona çatmışdı. George Parrot Wyomingdəki Rawlins həbsxanasına gətiriləndə məhkəmə onun edam edilmə vaxtını ertələdi. Bu Wyoming xalqının qəzəbinə səbəb oldu. Xalq George'un tez bir vaxtda edam edilməsini istəyirdi. Yekəburun isə oturub rəsmi edam gününü gözləmək niyyətində deyildi. 1881-ci ilin martında
George son bir ümidlə intihara bərabər bir qaçış planı qurdu. Ayaqlarındakı qandalları gizlicə sındırıb həbsxana növbətçisi Robertin yanına asta-asta yaxınlaşdı. Əlindəki metal parçası ilə onun başına saysız zərbə endirdi. Lakin polislərdən biri hücumu görüb həyəcan siqnalını çaldı. George hücrəsinə geri götürüldü, amma bu uğursuz qaçış cəhdi Wyoming xalqının onsuz da daşan səbrini tamamilə tükətdi. Artıq qanun və məhkəmə xalqı maraqlandırmırdı. Həmin gecə təxminən 200 nəfərlik silahlı və maskalı kütlə həbsxanaya hücum etdi. Növbətçiləri tərk silah edib George-u hücrəsindən sürüyərək küçəyə çıxardılar. George artıq öyünən quldur yox, həyatı üçün yalvaran çarəsiz birinə çevrilmişdi. İnsanlar onu mərkəzi küçədəki bir teleqraf dirəyinə tərəf aparıb boğazına kəndir keçirdilər. İzləyicilər nifrət dolu səslərlə qışqırır, onu təhqir edib alçaldırdı. Onu boş çəlləyin üstünə çıxarıb ipi teleqraf dirəyinə bağladılar. Çəlləyi isə heç düşünmədən ayağının altından itələdilər. Lakin mənə elə gəlir ki, ölüm də George-dan nifrət edib onu istəmirdi. Çünki boğazına dolanan ip George-un çəkisinə dözməyib qırıldı. Yekəburun isə insanların ayağının altına yerə çırpıldı. George sağ idi, hələ də yalvarmağa davam edirdi. Amma xalqın zərrə qədər də olsa yekəburuna mərhəməti yox idi. Onu yenidən çəlləyin üstünə çıxarıb bu dəfə daha qalın bir ip gətirdilər. O yenidən asıldı və bir neçə dəqiqədən sonra böyük burun George artıq nəfəs almırdı. Wyoming xalqı onu dirəkdə saatlarla saxladı. George'un asılmış cansız bədənini yanından keçən hər kəs onu təhqir edir, nalayiq sözlər səsləndirirdi. Amma heç kim təsəvvür edə bilməzdi ki, George'un bu qorxunc taleyi xalqın əli ilə öləndən sonra yox, iki həkimin bıçağı onun dərisinə toxunanda başlayacaq. Doktor Thomas Magid və Doktor John Osborne. Onlar George'un cəsədini heç kimin götürməyəcəyini bilirdilər. George'un cəsədinə sahib çıxan olmadığı üçün elm adına cəsədi bu iki həkimə verdilər. Əvvəlcə elm adı altında George'un kəlləsini mişallayıb beynini çıxardılar. Məqsəd isə cinayətkar beyninin fərqli olub olmadığını öyrənmək idi. Lakin qısa bir müddət sonra vəziyyət dəyişdi. Doktor Osborne bir gün George'un bədəninə baxanda bir insan yox, keyfiyyətli bir material gördü. O George'un dərisini sinə və bud nahiyəsindən böyük ustalıqla soymağa başladı. Bəli, yanlış eşitmədiniz. Həkim George'un dərisini bir qumaş parçası kimi ayırırdı. Osborne bu dərini bir çəkməçiyə göndərdi və ona qan donduran bir tapşırıq verdi. Mənə bu dəridən elə bir ayaqqabı tik ki, həm möhkəm olsun, həm də tarixə düşsün. Çəkməçi dərinin insan dərisi olduğunu biləndə dəhşətə gəldi, amma yenə də sifarişi yerinə yetirdi. Osborne George'un məmə uclarının ayaqqabının üst hissəsində görünməsini istəyirdi. Çəkməçi bunu etməkdən imtina etsə də, ortaya çıxan görüntü kifayət qədər qorxulu idi. Künc rəngli qalın və insan toxumasının izlərini daşıyan bir cüt ayaqqabı. Osborne bu ayaqqabıları illərlə geyindi. Öldürülən polislərin intiqamını aldığını düşünən bu adam hər addımında bir insanın dərisini tapdalayırdı. 1893-cü ildə Osborne Wyoming ştatının qubernatoru seçildi. And içmə mərasiminə də bu ayaqqabılar ilə qatıldı. Qanun qatili George ölümündən sonra qanunun ən yüksək zirvəsinə qubernatorun ayaqları altında gəldi. Bəs George'un kəllə sümüyünə nə oldu? Doktor Magid kəllənin üst hissəsini 15 yaşlı gənc köməkçisi Liliana külqabı olaraq hədiyyə etdi. Bəli, Lilian George'un kəlləsində illərlə siqaret söndürdü. George'un bədəninin qalan hissəsi isə duzlu su dolu bir viski çəlləyinə qoyulub həkimin bağçasında gizlicə bastırıldı. Dünya bu qanlı hadisəni unutmağa çalışırdı ki, 70 il sonra qəribə bir tapıntı aşkarlandı. 1950-ci ilin yaz günündə Wyoming şəhərində yeni bir binanın təməli qazılarkən işçilər köhnə bir viski çəlləyinə rast gəldilər. Çəllək açılanda hər kəs şoka düşdü. İçərisində duzlu su və bir insan skeleti var idi. Kəllə sümüyünün üst hissəsi təmiz bir şəkildə mişallanmışdı. Dərhal şəhər əfsanələri insanların gözündə canlandı. Hamının ağlına gələn bir adam var, lakin sübut lazım idi. Gənc ikən həkim köməkçisi olan Lilian artıq yaşlı bir həkim olaraq çalışır, hələ də gəncliyində ona hədiyyə edilən o qəribə külqabını saxlayırdı. Alimlər həmin kəllə parçasını gətirib tapılan skeletin üstünə qoydular. Nəticədə hissələr bir tapmaca, puzzle kimi bir-birinə tam otururdu. 70 il əvvəl parçalanan quldur nəhayət ki, yenidən bütün idi. 1990-cı illərdə aparılan müasir DNT testlərinin nəticələrində skeletin həqiqətən George'a aid olduğu 100% təsdiqləndi.
Bu gün George Parrotun ayaqqabıları və kəllə sümüyü hələ də o muzeydə sərgilənir. Onlara baxanda insan həm nifrət, həm də qəribə bir hüzn hissi keçirir. Bir tərəfdə amansız bir quldur, digər tərəfdə ondan daha vəhşi davranan bir elm adamı. George bəlkə də layiq olduğu cəzanı aldı, amma onun bədəninə edilənlər bəşər tarixinin ən qeyri-etik hərəkətlərindən biri kimi xatırlanır. Bəs siz nə düşünürsüz? Bir cinayətkarın dərisindən ayaqqabı düzəltmək ədalətdir, yoxsa dəlilik? Əgər bu qanlı və real hadisə sizi maraqlandırdısa, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Tarix bəzən qorxulu filmlərdən daha qaranlıq olur. Növbəti qaranlıq bir tarixdə görüşənədək qaranlığın izindəyəm.